Hamıya salamlar, kanalıma ve yeni vloguma hoş gəlmisiniz. Belə biraz məni yorğun kimi görə bilərsiniz. Əslində yorğun deyiləm. Sadəcə olaraq həmişə pilatesdən çıxandan sonra belə bir görüntü olur məndə. Sanki yorğunam, amma yorğunluq yoxdur məndə, çox şükür. Bugün uzun zamandır gözlədiyim, uzun zamandır istədiyim bir vlogu çəkərək. Çünki bugün Sədərəyə gedirik. YouTube kanalımı tez-tezə açdığım vaxtlarda deyirdim ki, bir dənə gedərdik Sədərəyə. Sədərəyədə qəşəng bir vlog çəkərdim. Uzun zamandır yəni ki, bu vlogu gözləyirdim. Amma Sədərəyə getmək üçün də bir məqsədin olmalıdır ki, yəni niyə gedirsən ora, nə üçün gedirsən, gərək bir neçə şey almaq üçün gedəsən ki, bu boyda yolu qət eləyəsən. Çünki bizə uzaqdır məsələn Sədərək. Bu günlərimdə bir məqsədimiz var. Yəni alınacaq şeylər artıq çoxdur. Yəni siyahı böyükdür. Ona görə dedik ki, ən yaxşısı qiymət münasib olsun deyə ora gedək və həmçinin də bu vlogu çəkmiş olaq. Alınacaq şeylər üçün belə bir siyahı tutdum. Siyahı tutmaq məncə çox önəmlidir. Çünki ora gedəndə artıq başını itirirsən, bilmirsən ki, nədən başlayasan, nə də bitirəsən. Pilatesə başlamamışdan 2 saat öncəyə qədər yemək yemək olmaz. Səhərlər pilatesə ac gedirəm, çıxanda isə yemək yeyirəm. Ona görə də yol üstü yemək üçün belə fransız bulkası aldım. Necə ki, mənim vloqlarım, gündəlik həyatda elədiklərim sizin üçün maraqlıdır, eyni zamanda siz də mənim üçün elə maraqlısınız. Bu məsələdə mənə maraqlı olan hissə ondan ibarətdir ki, görəsən izləyicilərim arasından Sədərəyə gedib, oradan həqiqətən də ucuz qiymətə, münasib qiymətə əşyalar alanlar var. Əslində getməmişdən öncə istəyirdim ki, Instagramdan paylaşım ki, Sədərəydə məktəb ləvazimatları ucuz olaraq harda satılır. Yəni daha doğrusu alacağım şeyləri mən hansı hissədə, hansı sıralarda tapa bilərəm. Amma dedim, qoy sürpriz olsun, heç kəsə hələ heç nə deməyim, gedək özümüz taparıq. Amma əgər Sədərəyə aid sizin bildiyiniz faydalı məlumatlar varsa, rəylərə yazın ki, hamımız faydalanaq. Kızlar gəlmişik bu dəqiqə. Çantalar üçün Super Toys'a baxdım. Əslində normal var. Amma deyirəm ilk başda girən kimi almayım da. Gedib o birisiləri də baxarıq, ondan sonra gəlib alarıq. Kızlar nə qədər maşın var. Maşını güc bala ilə saxlamışıq, inanırsınız, yer yoxdur. Hara yaxınlaşırıq, parkovşiklər deyir ki, yer yoxdur. Hamı elə bil ki, Sədərəydədir. Kızlar, burada qiymətlər daha münasibdir. Bura birinci sıraydı neydi? 6-cı sıra birinci hissə. Mesela belə çöldən sizə üçün çəkəcəm. Bu dayının olan yeri, bunlar daha münasibdir. Kızlar, hələ ki bunları almışıq. Sizə evdə göstərəcəm nələr almışıq. Biz bayaq dayıdan lazım olan şeylərin bəzilərini aldıq, amma gəldik gördük ki, burada münasibdir. Bu sıranı sizə göstəreyim. Burada münasibdir qiymətləri. Ümumiyyətlə çalışmaq lazımdır ki, birinci girən kimi ilk gördüyün yerdən heç nə almayasan. Biz artıq 100 vərəqli dəftəri 60 ya 65 qəpiyə almışdıq, amma sən demə, burada 50 qəpiyəymiş. Bu hissədən sadəcə olaraq 24 vərəqli dəftər aldıq. Onların da üzü Barbie üzlüydü. Deyəsən ona görə bilmirəm, amma 35 qəpiyə idi. Bilmirəm təkcə məndə belədir, yoxsa hamı bu halı yaşayır. Sədərəydə gəzmək belə insanı yorur. Elə gəzirdik ki, bir də gördük, bir qəşəng qarğıdalı qoxusu gəlir, dedik ki, mütləq bundan alaq. Amma rəhmətliyin nəvəsi 3 cür qarğıdalı qoyub ki, biri 1 manata, biri 1.50-yə, biri də 70 qəpiyə. Amma baxırsan ki, üçü də bir-birinə oxşuyur. Kızlar, indi maşına gəlmişik, qarğıdalı yeyirik və çox yorulduq həqiqətən. Hələ almadığımız şeylər var. Sadəcə dəftərlər falan çox ağır idi deyə gətirdik, qoyduq onları. İndi birazdan yenə gedəcək. Başqa bir də ütüyə də baxmaq istəyirəm. Gəlmişik indi ütülərə baxmağa. Hələ ilk girdiyimiz mağazadır. Belə maraqlanaq görək. Bunlardan istəmirəm. Bunlardan istəmirəm çünki gözüm qorxu var bunlardan. Böyük stendli olanlardan istəyirəm. O qədər yorucu bir şeymiş. Mən bu qədər yorucu olduğunu bilmirdim. Elə burada çanta tapmadıq, bəyəndiyim olmadı. İndi gedirik Əhmədliyə. Ümid edirəm oradan bəyəndiyim olacaq. Bura Super Toys'dan bəyənmişdim. Amma qızların biri 2-ci sinifdir, biri 5-ci sinifdir. Bəyəndiyimi 2-ci sinif üçün bəyənmişdim və dedilər ki, 2-ci sinif üçün bu böyükdür. Orada satıcılar. Ona görə qaldı. Heç də indi Əhmədliyə gedirik. Və mən saat 6-da saça yazılmışam. Saçımı kraskaya. Əslində ustaya demişim çatacağım, amma bilmirəm. Çatacağım, çatmayacağım. Belə gedişdən yenə Əhmədliyə əgər indi gediriksə çatmayacağım. Ona görə gərək onu xəbər eləyəm. Amma bu gün də getməsəm nə zaman gedəcəm bilmirəm qızlar. Kamil İran dükanından belə bir sok alıb. Bir belədir. Digəri də belədir. Amma mən bəyənmədim. Biri deyəsən 1 manat 50 qəpiyə idi. O birini açdıq, düzdür bunu içməmişəm. Amma o birisini bəyənmədim.
Biz çıxdıq qızlar Sədərəkdən, gedirik indi Əhmədliyə. O boyda Sədərəyə gələsən, balaca şeyləri alasan, amma əsas məsələ olan o çantanı almayasan. Əşi çanta olsun da birini alım eləmək istəmədiyimə görə istədim ki, tam ürəyimcə olsun. Ümid elədim ki, heç olmasa zövqümcə o A klassda olar. Burada da nə qədər adam yığılmışdı funiklyorun önünə, onu çəkmişəm sizin üçün. Mən amma qızlar artıq çox yorulmuşdum və yuxum gəlirdi. Amma bir də yola baxdım və yola baxandan sonra tamam yuxum qaçdı. Yola baxın, bir palası eləyiblər geri qayıtmağı. Bu da ki, formulanın oturacaqları. Şəhər bugündədir, şəhərə giriləsi deyil. Qarşıda. Bu yol isə məhz o Formula 1 maşınlarının yarışacağı yoldur. Yalan da olsa, bir anlıq da olsa özümüzü Formula 1 pilotu kimi hiss elədik. Və nəhayət gəldik, çatdıq Əhmədliyə. Buna baxın qızlar, bu termosun ürəyim getdi, çox qəşəngdir. Qəşəng su qabları, termoslar var. Buna görə. Ya bu renk istəyirəm, bu tərəfdə olacaq. Sür. Bu dəfə daha çox adamlar. A-klass mağazası var ya qızlar, sizə də bir dəfə əvvəlki vlogda göstərmişdim. Oradan çantalar aldıq. Əslində orada da qiymətlər çox münasibdir, amma dəftərlər yenə də Sədərək münasibdir deyirəm sizə. Dəftərləri elə Sədərəkdən almaq yaxşıdır. Əgər amma çox almayacaqsınızsa, vallahi heç Sədərəyə getməyin mənası yoxdur. Yəni bugün o nəticəyə gəldik biz. Yəni burada belə mağazalarda, xüsusən endirimli olan mağazalarda baxın qiymətlər münasibdirsə, o boyda yolu getməyə, özünüzə əziyyət verməyə heç dəyməz. Famil ümumiyyətlə deyir ki, Sədərəyin ümumiyyətlə bundan sonra başını buraxırıq, ora getmirik, çünki həqiqətən də çox yorulduq. Bir qədər puldan qənaət edə bilirsiniz Sədərəyə gedəndə, amma eyni zamanda həm gününüz gedir, həm də ki çox yorulursunuz. Ona görə də elə buralardan almaq ən sərfəlisidir. Amma mən Sədərəyə getmək istəyirdim uzun zamandır. Ona görə də orada bir belə quş. Sizlər təsəvvür eləyin Qaçaqovla. Ustaya 6 demişdim, 6'nı çevirdim 7'nin yarısına. Heç park eləməyə maşına macal olmadı. Dedim ki biraz keçirəcəm. Dedi ki 20 dəqiqə qalmış ki, amma halbuki indi 10 dəqiqə qalıb 7-yə. Usta da məni gözləyir. Ən nifrət elədiyim şeydir, amma ki həm tıxac, həm növbə, yəni heç o qədər planlamamışdım. Neysə, dibim görün nə qədər gəlib və bu görüntünü qətiyyən heç sevmirəm. Dib boyasına bir aydan bir gedirəm. Hər zaman göstərmişəm sizə, mən L'Oreal'ın 7.1-ni istifadə edirəm. Heç deyəsən sizə demədim ki, mən o Sədərəkdən buxar ütüsü aldım ya yox. İş yoldaşım mənə bir ütünü, yəni buxar ütüsünü məsləhət bilmişdi. Mən də elə onu axtarırdım. Və deyəsən onlar 150 manata almışdılar, amma mən onu eynisini 85 manata tapdım. Elə sevinmişdim ki, hə, axtardığımı tapdım. Satıcı dedi ki, siz bunu nə üçün alırsınız? Dedim ki, bəs şal var, köynə, yəni belə şeylərə ütləmək üçün. Satıcı da dedi ki, ay xanım, buna bu qiyməti, bu pulu verməkdənsə, ondansa dedi bu ütüsündən parlı, buxarlı olandan alın, ondan yaxşıdır. Elə satıcı öz malını satmaq əvəzinə məni fikrimdən yayındırdı. Sizə çox sağ ol deyirəm, tam səmimi fikirlərini dedi. Yəni öz malını satmağa çalışmadı. Amma qızlar, mən hələ də ütü almamışam, yəni köhnə ütümü istifadə edirəm, o da mənim ürəyimcə deyil. Yəni bilmirəm ki, stendli o buxar ütüsündən alım, yoxsa o dədə-baba ütülərinə oxşayan, amma buxarlı olandan. Arada qızlar, saçımı bəyəndiniz ya yox? Rəylərə mütləq şəkildə yazın. Qızlar, aldıqlarımı yığmışam bura. Luna da bir-bir incələyir. Luna incələsin, qutarsın. İndi başlayaq, mən sizə göstərim, biz incələyək. Gəlin birinci A-klass mağazasından nələr almışam, onları sizə göstərim. Əvvəla onu deyim ki, heç bir əməkdaşlıq və reklam yoxdur. Öz pulumuzu vermişik, almışıq. Deməli, burada 2-ci sinif və 5-ci sinif qız üçün əşyalar var, onları sizə göstərəcəm. Geyim şeylərini göstərməyəcəm, onlar mənə görə çox da etik deyil. Geyimə aid olan heç bir şey göstərməyəcəm. Sadəcə mənə maraqlı olan, məsələn, çantadır, su qabıdır, nə bilim, penaldır, belə şeylər sizə göstərəcəm. Və deyəcəm ki, Sədərəkdən almağa dəyər ya yox. Bu belə bir çantadır. Bu 2-ci sinif qız üçün olan bir çantadır. Arxası belədir. Baxın. Məsələn qızlar, Luna bu çantanı çox bəyəndi. Çünki Luna'nın burada qohumlarının şəkli var. İçi də qəşəngdir. Mən içini də bəyəndim. Belə uşaqlıqda ən sevdiyim şey çox cibli olmasıydı çantanın. Rezini var. Burada belə bir də cibi var. 2-ci sinif qızı üçün bir su qabı. Termosu bu həm isti saxlayır, həm də soyuq saxlayır.
Buna ürəyim getdi, ona görə bundan götürdüm. Barbie'dir. Yəni ikinci sinifdə mənim belə əşyalarım olmayıb. Açığı, mənim belə bir şeyim olsaydı, əminəm ki, çox sevinərdim. Belə açılır, belə edilir və buradan suyu içirsiniz. Həm isti saxlayır deyilənə görə, həm də ki soyuq saxlayır və dizaynı çox qəşəngdir. Məncə çantaya da yaraşır. Əslində 5-ci sinif üçün başqa çantanı bəyənmişdim, amma getdim mağazaya və dedilər ki, o çantadan qalmayıb. Mən də ona görə bunu götürdüm. Yəni ən belə 5-ci sinifə normal götürə biləcək. Bu xoşuma gəldi. Yəni özümü fikirləşdim də 5-ci sinifdə olsaydı mən hansı çantanı götürərdim? Ümid eləyirəm ki, həqiqətən də bəyənilər. Belə bir bunun burada balaca, buna nə deyirlər? Pul qapısı da var. Pul qabı da nədirsə belə bir şey, balaca bir çantası da var. Bir önündə belə açılan yeri var. Bunu indi açmıram. Bu bir dənə böyük bir hissəsi var. Bunun içində bir belə hissəsi var, bir belə rezini var. Bu qızımız üçün də eynən çantası rəngində belə su qabı götürmüşəm. Arxa hissəsini sizə göstərmədim, arxası belədir. Deyəsən dəftər üzüdür, səhv eləmirəmsə, amma dəftər üzləri başqa bir yerdir əslində. Amma bunun içində necə düşür bilmirəm. Maraqlı şeylərdən biri bantlar. 2 belə bant. Bir belə arxasında belə bir zajimi var. Bir belə bir şey. Biri ağ, biri qara olmaqla 2 paçka belə rezin. Sonra qızlar belə quru və yaş salfetkalar almışam. İkisine de eyni 3 dənə quru salfetka, 2 dənə yaş salfetka bu çantaya lazımlı şeylərdir. 2 dənə yaş salfetka, 3 dənə eyni quru salfetka da bu çantaya. Məsələn qızlar bunu Sədərəydən aldıq. Bunları Sədərəydən aldım və çox bəyənərək aldım bu ikisini. Əslində mən bunu düşünmüşəm 5-ci sinif üçün, bunu düşünmüşəm 2-ci sinif üçün, amma indi dəqiq bilmirəm. Bu amma buna gedər, hə, gedər. Bu da buna gedər məncə. Əslində qızlar düşündüm ki, bunları açım, qələmləri, karandaşları özüm içinə yerləşdirim. Amma indi düşünürəm ki, özləri yerləşdirsələr daha gözəl olar. Ona görə elə bu qutuları qoyacağım çantaların içinə. Heç bir anlayışım olmadığına görə plastilin bilmirəm ki 5-ci sinif istifadə edir ya yox. Orada sual verirəm, deyirlər ki, yox, 5-ci siniflər plastilin istifadə eləmirlər. Texnologiya dərsi olmur. Yəni heç bir məlumatım yoxdur qızlar. Siz ola bilər bir şeyə baxın. Lunaya baxın. Ay qız, sən niyə ora girdin? Nüba yıxılacaq. Bax. Bilmirəm, birini bu çantaya, birini də bu çantaya qoyum. Bu pərgardəsidir və mənə dedilər ki, bunu ancaq 5-ci siniflər istifadə edir. Yəni 2-ci sinif hələ bundan istifadə eləmir. Ona görə mən bundan bir dənə almışam. Məktəb vaxtı belə ən sevdiyim şey çoxlu dəftərlərimin olmağı idi də. Burada da var 100 vərəqli dəftərlər var. Sonra 60 var, 40 var belə. Fərqli üzlərdə çalışmışam ki olsun. Belə bir rəngli kağız aldım. Bunun içində həm rəngli kağız var, həm də kardon var. Amma siz bu dəftərlərin bir dənə gözəlliyinə baxın. Bunlar deyəsən 24 vərəqdir. Hə, bunlar 24 vərəqdir. Amma mən vaxtımda belə şeylər yox idi qızlar. Bilmirəm, sizin vaxtınızda var idi ya yox. Olsaydı bilirəm ki, ən sevdiyim dəftərlər elə mənim bunlar olardı. Çünki bunların üstü Barbie'dir, Barbie. 2 dənə də belə albom götürdük. Bunu 2-ci sinif üçün götürdüm. Bunu isə digər sinif üçün, 5-ci sinif üçün. Bilmirəm, indiki uşaqlarda da belədir ya yox, amma şagird olanda bizim üçün alınan bir dənə qələm belə bizi necə sevindirirdi. Uzan və Yunan olaraq ikisi birlikdə bundan götürdüm. Bu həm belə 2 cür Yunanı var, həm də ki pozanı var. 2 ağardıcı, 2 kley. İndi videoya baxanda fərqinə vardım ki, sən demə mən sadə karandaş almamışam. Qələmləri qoydum, amma karandaşlar yaddan çıxdı. 2 xətkeş. Bir xanımın vloquna baxmışdım. Orada məktəb alış-verişi eləyirdi və uşaqlar üçün bu Yalonqun bu karandaşlarından almışdı və dedi ki, ən qəşəng karandaşlar elə bunlardır. Yağlıdılar və çox qəşəngdilər. Orada da elə mən açdırdım. Dayı orada yoxladı, göstərdi. Dedi ki, elə yaxşı seçimdir və çox qəşəng karandaşdır. Bu məktəb şeylərindən, kitablardan heç xəbərdar deyiləm deyə. Valla orada mənə nə dedilər, elə oradan da almışam. Deyilənə görə bu, deyəsən, 2-ci sinifin kitablarının üzüdür, belə böyük.
Bu da deyəsən 5-ci sinif kitablarının üzüdür. Bunlar da ümumiyyətlə dəftər üzləridir. Tənəffüsdə yemək üçün belə balaca bir şirniyyatlar almışam. Bunları da ayrı-ayrılıqda göstərmək istəmirəm. İndi içlərinə qoyacağam və çantaları bağlayacağam. Düşünürəm ki, hər bir şey qoydum, bir şey yaddan çıxmadı. Dəftərləri içinə qoymadım, dəftərlər ayrıca olacaq. Məktəb vaxtı hər səhər ata məni işə aparanda yemək üçün, bufetdən nəsə almaq üçün pul verirdi. Bilmirəm niyə, amma mən o pulu saxlayırdım, yığırdım. Daha sonra nəsə alırdım, amma heç vaxt tək yemirdim. Aldıqlarımı evə gətirirdim ki, mama da yeyə bilsin. Hər şey mama bizlə bölüşdüyünə görə elə bilirdim ki, mən də həmişə belə eləməliyəm. Mama da mənə izah eləyirdi ki, ata onu sənin üçün verib ki, uşaqlarla bir yerdə bufetə gedəndə sən də özün üçün nə sağlasan və yeyəsən. Qızlar, bugünkü əlim başımı, geyindiklərimi bəyəndim. Salaş stildir, amma ki, çox qəşəngdir. Saçımı da bəyəndim. Bu usta bilir də necə eləyir. Qəşəng ukladka eləyir ki, elə bil ki, bu dəqiqə kəsimdən çıxmışım. O əslində saçı təzə kəsdirəndə belə formalıdır, qəşəng. Bu da belə. Biz getdik, gəldik, hədiyyələrimi təqdim elədim. İndi gedirəm evə. Ağlıma gəldi ki, mən bu vaxta qədər heç vaxt qızlar paylaşırlar bitənlər videosu. O elə bir şey paylaşmamışam. Ona görə bura yığmışam bitənləri. Burada yığmışam bitib də yenidən aldıqlarımı. Bu da qalıb burada, bu arada bu da qalıb. Bunu artıq belə su qabı kimi istifadə edirəm. İndi istəyirəm buranı belə düzəltdim. Bu pərdələrimi belə çəkəndə bura arxa fon kimi istifadə edirəm. İstəyirəm oturum burada. Bu da mənim arxa fonum olsun və bunlara dair bir reels çəkim. Reels çəkim ki, Instagramda paylaşmağa bir kontentim olsun. Keçən həftə o qədər belə yorucu iş həftəsi keçmişdi ki, xüsusən də qızlar bu yolları ki bağlayıblar. Belə danışım. Xüsusən də qızlar yolları ki bağlayıblar bu formula ilə əlaqədar olaraq. Yollar o qədər pis gündədir ki, adamı o daha da yorur. Yəni yol insanı elə bil ki, işdən daha çox yorur. Və mən evə gələndən sonra xüsusi heç nə eləyə bilmirəm. Yemək bişirib, yemək yeyib, qabları yığışdırıb, nə bilim, evi biraz əl gəzdirib yatmaqdan başqa. Ona görə izləyicilər yazırlar ki, bəziləri ki, bəs siz niyə görə tez-tez vlog atmırsınız? Əgər mənim təkcə işim YouTube'dan ibarət olsaydı, təbii ki, düşünürəm ki, mən də tez-tez vlog atardım. Çünki işim odur artıq. Yəni, daim çalışardım, nəsə yaradım. Amma mən sizdən biriyəm. Yəni, mən təkcə YouTuber deyiləm. Mən də səhər dururam, işə gedirəm, evdə ev işlərimi görürəm. Yəni, həm şəxsi həyatım var, həm bir idarə etməli olduğum bir işim var. Həmçinin də YouTube da mənim işimdir. YouTube mənim ikinci işimdir. Buna da iş kimi yanaşıram, yəni hobi kimi yanaşmıram. Maraqlı gün olanda qəşəngdə vlog alınır. Məsələn, bundan öncəki vloguma o qədər ürəyimci oldu ki, çünki orada həm kitab alış-verişinə getdim sizlə, həm orada getdik, nə bilim, qızlarla görüşdüm səhər yeməyi, həm nə bilim evdə bağlama açdım, nə bilim onu elədim, bunu elədim, yəni gəzdim, elədim. Yəni boşuna keçmədi də. Ay mən işə getdim, işdən evə gəldim. Nə qədər məsələn bunu sizə göstərə bilərəm ki, bir yerdən sonra siz də bezəcəksiniz. Mən qızlar bu şəpitlərimi Temudan almışdım. İçi istidir. Artıq havalar soyuyub deyə, baxın, görürsünüz necə istidir. Artıq havalar soyuyub deyə keçmişəm bu şəpitlərimə. Bunu yayda almışdım, amma yaxşı ki almışdım. Mən 6 manata almışdım bunu. Bilmirəm, endirmə düşmüşdü, yoxsa öz qiyməti idi. Luna, baxın, Luna'ya oxşuyur. Göz rəngi falan, hər şey eynidir. Bilmirəm, Luna'nın xoşu gəlir bundan, ya da ki, bəlkə də gəlmir. Yox, hiss elədim ki, gəlmir. Qızlar, bir dənə havaya baxın. Görün necə yağış yağıb, pəncərədən nə günə düşüb. Bu pəncərəni kim yığışdıracaq, Luna? Sən yığışdırarsan. Hərdən deyirəm, kaş bu pişik də mənə kömək eləyə bilərdi ev işlərində. Kaş. Buralar yenə tökülüb, qalıb. Buraları indi mən yığışdırmalıyam. Bunların öz istiqaməti var. Bu kvadratlar həmişə o hissəyə gedir. Bu düzbucaqlı olanlar isə qıraqlara gedir. Mən də famildən axşam xahiş elədim ki, divanı düzəltsin. Həmişə də götürür. Deyirəm ki, yəni oğlanlar məncə belə şeyləri görməyə bacarmırlar. Bax, o kvadratlar həmişə deyirəm ora gedirdi. Bax, həmişə də beləncədən götürür. Deyinmirəm, amma əstəğfurullah. Onsuz da kişi psixologiyasını bilirəm. Yəni həyat yoldaşımı çox gözəl tanıyıram. Bilirdim onsuz da belə eləyəcək o. Sadəcə indi sizə göstərirəm də maraq üçün, bilmirəm. Danışmaq istədim sadəcə. Bu kvadratlar, yəni o istiqaməti bu və bu gəlməli idi bura. Bu kvadratlar isə ora getməli idi. Hər dəfə də belə eləyir və düşünürəm ki, bilərək eləmir. Bunu isə sizə göstərmişdim. Bu Luna'nın sevimli arkadaşıdır. Hər yerə sürüdür. Bugün amma sürütməyib. Dünən hara qoymuşam, orada qalıb.
Bu isə bizim toz soğrandır. Bilmirəm niyə sizə evi elə bir ki turuluyuram. Turulayıb göstərirəm. Çünki neçə vaxtı evdə sizə vlog çəkmirəm. Yəni bir izləyici də yazmışdı ki, siz elə bütün günü çöldəsiz. Evdən çəkmirəm, axı görmür insanlar. Elə bilirlər ki, həqiqətən də bütün günü çöldəyəm. Gərək evdən ona görə çəkəm, ona görə də indi sizə bunları göstərirəm. Bu çox qəşəngdir qızlar. Bundan əvvəl yadınızdadır, mən Temudan bir toz soğan daha almışdım. O zay çıxdı qızlar. İşləmədi. Onu danışmışam əvvəlki vloqlarda sizə. Mən qaytardım, pulumu da geri aldım tam olaraq. 4-5 aydır ya daha da çox olar ki, mən bundan istifadə edirəm. Çox qəşəngdir. Sadəcə biz bunu dünən zərətkəyə taxmışdıq, ona görə burada qalıb. Bu mənim YouTube üçün aldığım ilk əşyadır, bu işıq. Çünki bilirdim, YouTuberlərdən də eşitmişdim ki, mən demişdim də sizə, yəni YouTube'a gəlməmişdən öncə en qədər xarici YouTuberlərin videolarına baxmışdım ki, hansı ki YouTuber olmaq üçün necə olmaq lazımdır, mükəmməliyyətçi biri olaraq. Amma hər hansı bir işə başlamaq istəyirsə, bu dəqiqə başlayın. Mükəmməliyyətçi olmağa gərək yoxdur qızlar. Mən mükəmməliyyətçi olub bir ilimi elə itirmişəm. Yəni bir il sadəcə araşdırma eləmişəm, necə başlayım. Bir il daha tez başlasaydım, məncə indi bəlkə də daha yaxşı yerlərdə ola bilərdim, amma nəysə. Keçən vloqumda bunu sizə göstərmişdim. Bunu baxın, görün nə günə qoyub. Yəni bu hər dəfə ayaq yoluna girib çıxandan sonra bu vəziyyətə düşür. Biz gündə heç olmasa bir dəfə, 2 dəfə çalışırıq. Yəni evdə olanda daha çox eləyirik. Evdə olmayanda işdə olanda təbii ki bir səhər eləyirik, bir də axşam. Buraları toz soğanlayırıq. Yəni hər gün bu evdə gündə bir neçə dəfə toz soğan işləyir, təsəvvür edin. Bunu paylaşanda bir izləyicim yazmışdı ki, bunun ağzını, baxın, bunu açıq qoyun. Pişiklərdə asma yaradır. Elə əvimin izləyici üçün də əsasən bu hissini çəkirəm ki, biz bunu elə açıq qoyduq elə ilk gündən. Həm də düşündük ki, toz olar içəridə, o toz bunun nəfəsinə getməsi, lunanın, yəni pis təsiri olmasın. Elə biz də onu düşündük. Amma hətta asma yaradacağını bilmirdim. Çox sağ olun dediyiniz üçün. Yəni belə biz bunu hal-hazırda belə istifadə edirik. Qızlar, yay bitsə də sizə bir dondurma tövsiyə eləmək istəyirəm. Yay bitdi, amma mən bu dondurmanın indi dadına baxdım. Dondurma ümumiyyətlə yeyən biri deyirəm. Yeyəndə amma istəyirəm ki, çox dadlı belə dondurma yeyim. Bu Milka'nın bu şokoladlı dondurmasını isə hətta deyərdim ki, Magnumdan daha çox bəyəndim. Baxın, hara gedirəm, ora gəlir. Fikir verirsiniz. Məsələn, bu qızımın gözlərinə baxın, tülkü necə baxır. Bayaq ayaq yolsunu çəkirəm, tualetini çəkirəm. Ora gəlir. İndi mən gəldim bura ki, dondurmanı burada çəkim. Gəldi uzandı düz burada. Mən də burada çəkdim. Məncə bu gizli məşhurluq istəyi var bunda. Artıq məşhursan Luna. Səni çox seviyorlar. Bir ara izləyicilər var idi, Luna'ya nifrət eləyənlər. Həqiqətən də deyirdilər ki, onu niyə qoyursunuz videoda, niyə göstərirsiniz onu, nə bilim nə, elə nifrət dolu şeylər yazırdılar. Mən şoka düşürdüm. İlk dəfə mən YouTube kanalım sayəsində öyrəndim ki, bir şeyləri bu dərəcə sevməyən insanlar var. Amma biz onları anlamırıq. Mən qiymət çıxartdım. İndi istəyirəm gedim bir dənə reelsimi çəkim. Qabları indi yumalıyam reelsi çəkəndən sonra. Famil də zəng elədi ki, hava yağışlıdır, xəngəl vaxtıdır. Gedək xəngəl yeyək. Dedim elə gedək, yox, mən elə evdə bişirərəm. Sən sadəcə gələndə yarpaq xəngəli al. Düşünürəm ki, qızlar valla əziyyətinə dəymir açığı. Ona görə ən yaxşısı yarpaq xəngəlini çöldən almaqdır. Açığı Famil dedi ki, gürcü xəngəli də istəyirəm. Amma mən gürcü xəngəlinin harda satıldığını bilmirəm. İndi görüm tapsam atacam ona, gələndə alsın. Qızlar, bu bitənlərlə qəşəng bir dənə reels çəkdim və reels də ürəyimcə oldu. Mən Instagramda o qədər çox paylaşım eləyə bilmirəm. Yenə deyirəm, ən çox vaxtım olanda çalışıram ki, vloqlar çəkim. İnsanın öz gördüyü iş ürəyicə olanda mən düşünürəm ki, o iş həqiqətən də çox uğurlu olunur. Sizə də göstərim nələr var idi. Çünki ola bilər ki, mən Instagramdan izləmirsiniz. Düzdür, məncə Instagramdan olsa da shorts hissəsində YouTube'da da onu paylaşacağam. Durunun bu okean qoxulu olanını mən bəyəndim, qəşəngdir. Yəni olsa yenə istifadə eləyərəm, amma daha fərqlərini almaq məncə daha qəşəngdir. Qızlar, bu rice toner çox az qalıb, baxın dibində qalıb, görürsünüz necə. Və bilirsiniz ki, keçən vloqları göstərmişim, yenisini almışam, hələ açmamışam. Deyirəm qoy bu bitsin, sonra bu çox möhtəşəmdir. Hər vloqumda sizə bunun haqqında danışırım. Düşünürəm belə yenə ətraflı danışmaq ehtiyacı yoxdur. Misha'nın BB kremi, bunu da hər zaman tərifləyirəm. Mən bunu bir iş yoldaşımda görmüşüm, o mənə tövsiyə eləmişdi. Sonra o işdən çıxdı. İndi mən bundan istifadə edirəm. Məndən sonra 3 iş yoldaşım da bundan alıb, təsəvvür eləyin. Alan da çox bəyəndir. Hələ mən eşitməmişəm ki, desinlər ki, qəşəng deyildi, mən bəyənmədim ya mənim üzümə düşmədi. Təsəvvür eləyin, bu yeni alan iş yoldaşımın dərisi yağlıdır.
O belə bəyəndi. Mənim dərim qurudu, mən də bəyəndim. Necə bir BB kremdirsə, həm yağlı, həm də quru dəriyə gedir. Bunları da göstərdim. Garnier'in bu misellar suları. Amma mən sizə demişdim də keçən vlogda son aldığım Garnier'in o misellar suyunu bəyənmirəm. Bilmirəm, padvalda deyirlər, doldururlar, nə edirlər. Ondandır ya, yox. Bir də sizə bir şey deyim. Deməli dünənləri mən saçda olanda, salonda olanda usta ilə danışırdıq bu saç boyaları haqqında. Mən elə bilirdim ki, illər öncə daha doğrusu bilirdim ki, Life Color-da çox qəşəngdir. Amma ustam da mənə dedi ki, Life Color son 2-3 il bundan öncəyə qədər qəşəng idi. Hal-hazırda onu da padvalda doldururlar, yəni Azərbaycan istehsalıdır. Bilmirəm da üstündə elə yazırlar ya yox, onu deyə bilmərəm. Amma yəni onun da deyir ki, zayı çıxıb, Life Color qətiyyən almayın. Çünki deyir, öz müştərilərimdə birində allergiya verib, birində qaşınma verib, birində nə verib. Yəni sizə də deyirəm ki, siz də məlumatlı olun. Alma fikrindəsinizsə məncə almayın. Çünki yəni ustada da, yəni o bilir artıq bunların tərkibini və s. Mən saçıma qoyduğum bu boyanı isə təriflədi ki, yaxşıdır. Yəni içlərində ən normallarından biri budur. Evi sizə dedim, yer yığış eləyirəm. Bunları da qoymuşam bura. Bayaqlarım iş görürdüm də burada. İndi bu gəldiyim şalvardır. Hələ bunu yer bir eləməmişəm. Və Luna da ürəyi gedir ki, paltarların üstündə yata. Bayaq xorulduyur deyə əməlli başlı. Çəkə bilmədim. İllərdir istifadə elədiyim bu tripodum. Bunu əvvəlki vloglarımda sizə göstərmişəm. Qırdım. Özdə çox pis qırdım. Yəni bir ayağı getdi. Bunu axşam qırmışam. İndi amma çəkilişlərdə istifadə edə bilirəm də. Amma çölə bayıra artıq aparmalıq deyil. Bir dənə özümə tripod almalıyam mütləq. Keçən dəfə qızlar özümə belə eləyirəm. Deyirəm ki, nə yaxşı bu getdi. Gör neçə ildir mən bunu istifadə edirəm. Qırılmır da. Elə bil o enerjini ötürdüm. Onu da hiss elədim özümdə, açığını desəm. Hiss elədim ki, bu yaxın zamanda bu olmayacaq. O inancın gücü, bu enerjinin gücü. Bax, qırıldı. Nə oldu? O vaxta qədər heç qırılmırdı. O şeyi düşündüm, ürəyimə saldım. Ürəyimə salmadım. O enerjini ötürdüm. Bu da bugünə qaldı. Bilirəm ki, bir xeyli məktəbli izləyicim var. Vlogumun da əsas elə mövzusu məktəb alış-verişi olduğuna görə məktəbdən yadımda qalan bir-iki şey istəyirəm ki, maraqlı əhvalat olaraq sizə danışım. Bu hadisə heç vaxt yadımdan çıxmaz. 11-ci sinifdə oxuyurdum. Məktəbi bitirməyimizə də demək olar ki, az qalmışdı. İngilis dili müəlliməmiz var idi. Onun yaşı təqaüdə çatsa da nədənsə bilmirəm, onu təqaüdə göndərməmişdilər. Yaşı çox olmağına baxmayaraq sən ona o yaşı heç verə bilməzdin. Çünki hər gün full make-upda gəlirdi, qırmızı pomada dodağından əksiyi olmurdu, saçı həmişə ukladkada idi. Bir sözlə çox baxımlı xanım idi. Günlərin birində dərs elə təzə başlamışdı ki, məni bir də ki, yanımda oturan qızı lövhəyə çıxartdı. Üzünü turşutmuş halda nırç-nırç edə-edə təxminən belə danışmağa başladı. Mən sizin timsalınızda bütün qızlara demək istəyirəm ki, tez böyüməyə çalışmayın. Bu sizdə çox iyrənc görünür. Və qızlar gözü ilə bizim qaşlarımıza işarə eləyirdi ki, yəni bir sözlə sizin qaşlarınıza nəsə eləmisiniz. Mən də buna görə sizə söz deyirəm. Bütün sinifdə bizə baxırdı ki, görəsən bu iki qız neyniyib ki, müəllimə bunlara bu sözü deyir. Və nəzərinizə də çatdırım ki, biz ikimiz də əlaçıydıq. Yəni 1-ci sinifdən 11-ci sinifə qədər heç vaxt əlaçılıqdan düşməmişdik. Mən isə qızlar sinifdə sinifkom olmuşam həmişə. Müəllimin özündə bir problem var idi ki, həmişə qızları sanki alçaltmağa meyilli idi. Mən isə heç universitetə gedəndə belə qaşımı almırdım. Sadəcə olaraq müəyyən hissələr var ki, onlar pis görünürdü, onları düzəldirdik. Bax, kimsə də qaşına hər hansı bir şey eləyirsə də düşünürəm ki, heç kəsin haqqı yoxdur ki, kiməsə nəsə bir söz desin. Düzdür, o an çox utanmışdım, amma indi xatırlayanda həqiqətən də gülürəm. Sizin başınıza ya da ətrafınızdakı hansısa qızların məktəb vaxtı başına belə bir şeylər gəlibsə mütləq rəylərə yazın, oxuyacağam. Dünən göstərmə yadımdan çıxıb, bundan almışam. 3 manat aldıq Sədərəydən. Bilmirəm, amma burada 1 manatlıq yerlərdə, o ucuz yerlərdə neçəyə satırlar. Dedi ki, deməli bu var 3 manata, bu Türkiyənindir. Bir də var Azərbaycanın istehsalı deyib, bu yumuşaqdır, o sintetikdir, çox bərkdir. O isə 2 manat idi, ya da 2 manat 50 qəpik idi. İçində 20 dənə var, 20 vərəq belə. Mənə desələr ki, məktəb vaxtı başına gələnlərdən, maraqlı əhvalatlardan, nə bilim gördüyün şeylərdən danış qızlar, bilirsiniz nə qədər şey danışaram sizə. Mənim məktəb illərim çox maraqlı keçib. Bəziləri deyir ki, məndə məktəb illəri yaxşı deyildi, sinif yaxşı deyildi, amma məndə əksinə hər baxımdan çox maraqlı idi. Qızlar, suyumu qoydum qaynamağa, deyin niyə? Bax deyəsən, vlog çəkəndə sizə demişdim ki, Famil gürcü xəngəl istəyir. Mən amma yarpaq xəngəl eləyəsi idim. Amma fikrimizi dəyişdik. Mən gürcü xəngəli sifariş elədim. Və gəldi. Çox şirindir. Buna baxın. İnşallah dada da görüntüsü kimi qəşəng olar. İstəyirəm bura 15 dənə ayırım. Bu 30 dənə sifariş eləmişəm 2 dəfəyə. 15-15. Famil bilmirəm neçədən yeyir. Mən 5-6 dənə yeyəcəm. Öncə
ondan artıq getməz. Instagram yaxşı ki var deyirəm, çünki qızlar bilmirdim onu hardan sifariş eləmək olar. Əslində səhifələr çox idi, açığını desəm, amma insan seçim eləyə bilmir. Kimsə sənə tövsiyə eləyəndə daha düzgün seçim eləyə bilirsən. Instagramda story-də bölüşdüm ki, bəs siz hardan sifariş eləyəndə izləyicilər də yazdılar öz fikirlərini. Mən də 2 dənə yer seçdim oradan və daha çox ikisini bəyəndim, səhifəsinə baxdım. Həm də qiymət də münasibdir. Bunun biri 60 qəpikdir qızlar. Məncə yaxşıdır. Hətta 1 manat olan yerlər də gördüm. Siz ola 1 manat nədir? Pişmişin də 1 manata, elə bunun da 1 manata. Nə oldu da? Niyə görə belə ayırdım qızlar? Çünki bunlar buzdular. Yəni bərkdirlər də. Əridikcə, elə bir istidə qaldıqca bunlar bir-birlərinə yapışırlar. Yapışmasınlar deyə belə yığdım bura. 15-ini indi qoyacağım, 15-ini gələn dəfəyə saxlayacağım. Dünən qarşıma elə belə bir post çıxmışdı ki, deyir Azərbaycanlılar yerə bir damcı yağış düşən kimi xəngələ qaçırlar. Qızlar, qazanımı qoydum, suyumu qaynatdım, duzunu tökdüm içinə, qarışdırdım və 8 dənə deyəsən getdi buna. Deyəsən, hə, 8 dənə getdi. İndi internetə baxdım, ilk dəfədir mən açıq gürcü xəngəli belə qaynadacağım. İnternetə baxdım, deyir ki, 10 dəqiqə bişirsəz kifayətdir. Mən istəyirəm 10 dəqiqənin tamamında bir də baxım, yoxlayım, görüm necədir. Artıq tökmədim ki, bir-birinə yapışmasın. Xəngəlin əsas malı bir duşesti, turşudur, hər hansı bir turşu, kələm turşusu da ola bilər, amma famil gələndə bundan aldıq, xiyar turşusu aldı. Normalda nənə sağ olsun, Allah nənəyə can sağlığı versin. Nənə əslində turşuları tutur, bizə verir. Hələ ki, amma gəlməyib. Qatıq. Bir də qızlar, acika kimi bir şey düzəltdim. Bilmirəm, amma acika oldu tam yoxsa yox, amma tomatdan düzəltmişəm, yəni pomidordan düzəltməmişəm. Famil turşu tapdı. Bu nəyin turşusudur? Gavalı turşusudur deyəsən bu. Qızlar, mən bunu bəyəndim. Əslində sifariş eləmək olar, qiymətdə münasibdir. Axşam familin ideyası ilə gedirik çay içməyə. Əslində evdə tort var idi qəşəng, amma dünənlərimdə o tortdan çay içmişdik. Amma bəhanə çay içməkdir. Hava çox qəşəngdir. Hava çox belə, necə deyim, romantik havadır. Ona görə də bu havanı dəyərləndirək. Sonra isə daha çox soyuqlar gələcək, o havada da gəzmək olmayacaq. Həm gəzəcəyik, həm də bu kəlağayını boşuna götürməmişəm qızlar. Çünki gedəcəyimiz yerin konsepti belə milli abu-havadır. Yeri gəlmişkən onu da deyim ki, əgər kanalıma hələ də abunə olmayanlar varsa və vlogumu əgər siz bura qədər izləmisinizsə, deməli kanala mütləq abunə olmalısınız. Payız artıq demək olar yaxınlaşıb, yəni tam gəlməyinə də sayılı günlər qalıb. Siz də öz fikirlərinizi yazın bu mövzuda, amma mənə elə gəlir ki, payız ayında insanın içində, ruhunda ayrı bir romantikliyi olur və bu fəsildə sırf insanın daha çox sevgiyə ehtiyacı olur. Kim istəyirsə Allah ona ən gözəlini, ən xeyirlisini nəsib etsin. Qızlar, gəlmişik Ağşəhərə, maşını buralarda saxladıq. Bura Nizami parkıdır. Nizami parkıdır, hə Famil? Nizami parkı yazılmışdı. Burada Secret Garden var oradan. Bizim gedəcəyimiz restoran istəyirsən buradan belə girəcəyik, o tərəfdə olmalıdır. Baxın qızlar, gedəcəyimiz restoran buradır. Bilirsiniz bura nəyə oxşuyur? Nə evlər olur deyə, bu belə balkonlu. Eynən ora oxşuyur. Neft və sənaye inkişafına mühüm töhfələr vermiş. Nobel qardaşlarının xatirəsinə. Nə maraqlı. Abone 8 dedi. Burada özümü hər hansı bir restoranda olmuş kimi hiss eləmirdim. Elə bilirdim ki, hər hansı tanışımın ya qohumumun bir evinə gəlmişəm və yığıncaqdır burada. Özümü əməli doğma bir məkanda hiss eləyirdim. Qızlar, biz sadəcə çay dəstgahı götürdük və belədir.
Hər ehtimalda yenə də qeyd edeyim ki, biz bura reklamdan gəlməmişik. Amma valla buranı reklam eləməyə də dəyər. Əgər məni Instagramdan da izləyirsinizsə, bilirsiniz ki, mən orada heç vaxt şəkil paylaşmamışdım. Ancaq orada öz kontentimə uyğun olaraq reelslər paylaşıram. Bu məkanın abu-havası və enerjisi o qədər mənə xoş gəldi ki, ilk postumu elə buradan etdim. Həm də blogerlər post paylaşanda çox qəşəng geyimə, keçimə, nə bilim makyaja, saça fikir verirlər. Amma mənim geyimim tam spontan idi. Bircə bilirdim ki, kəlağayımı götürməliyəm. Kəlağay da mənim ən sevdiyim aksesuarımdır. Onu bir ayrı cür sevirəm. Düzdür, hələ ki 2 kəlağayım var. Biri bu qırmızıdır, biri də ki mavi rəngində. Hər ikisi də orijinal kəlağayıdır. Və bu əynimdə gördüyünüz kəlağayını mənə hərimdə gətirmişdilər. Qızlar, telefonu qoymuşam qırağa, orada məni çəkirdi. İndi baxıram ki 10 dəqiqəlik mən çəkiliş aparmışam. Deyirəm mən bunun üstündə bu qədər nə danışacağam? Sizdən xahişim, vloqlarda danışmağımı istədiyiniz mövzular haqqında və yaxud da əgər suallarınız varsa rəylər bölməsinə yazın. Gələn vloqda onları cavablandırmağa çalışacağam. Çünki siz mənə istiqamət verəndə ki, ondan danış, bundan danış, o vloqlar daha maraqlı olur. Çayın rəngi açıqdır, amma dadı qəşəngdir. Kamil də burada futbolundan əl çəkmir qızlar. Bura gəlmək istəyənlər, nə bilim, burada xoş gününü keçirmək istəyənlər üçün belə içini belə çəkdim ki, sizin üçün də bəlkə faydalı olar. Çox qəşəngdir buralar. Bura gələndə, bura uyğun geyinsəz, məncə çox qəşəng şəkillər alınar. Məncə bunlar, mamada var idi. Texnəcə izləyirlər. Bunlara baxın, elə sandıq var. Kabinetlərini görə bilmədim, amma bura ümumi zalı idi. Qızlar, çıxdıq restorandan və burada Nizami Parkını da gəzirik. Çox sakitdir və çox gözəldir. Bilmirdim ki, belə bir yer var imiş. Bir vlogun daha sonuna gəldik. Sizlərin hər birinizi çox sevirəm. Özünüzə yaxşı baxın. Gələn vloqlara dək hələlik.